Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan izləyə bilərsiniz. Bugünkü dərsimizdə biz xanlıqlar mövzusunun ikinci hissəsini danışacağıq. Qalan Şimal xanlıqları haqqında danışacağıq. Gəlin Naxçıvan xanlığı ilə başlayaq. Naxçıvan xanlığı 1747-1828-ci illərdə mövcud olmuşdur. Nadir Şahın ölümündən sonra Çuxursat Bəylərbəyli ərazisində iki xanlıq yaranmışdır. Biri Naxçıvan xanlığı idi, digəri İrəvan xanlığı idi. O haqda da birazdan danışacağıq. Naxçıvan xanlığının əsasını Kəngərli tayfasının başçısı Heydər Qulu xan qoymuşdu. Ümumiyyətlə Naxçıvan xanlığı Zəngəzurdan Araz çay vadisinə qədər əraziləri əhatə edirdi. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd olmuşdu. Burada su çatışmamazlığı var idi və buna görə də əkinçilik inkişafına mane olurdu. Buna baxmayaraq əkinçilik bölgənin ənənəvi təsərrüfat sahəsi olaraq qalırdı. Siyasi vəziyyətinə görə Naxçıvan xanlığının tarixini iki dövrə bölmək olar. İki dövr. Birinci dövr 1747-1797-ci illəri əhatə etmişdi. Əsasən müstəqil və yarımasılıq dövrü olmuşdu. İkinci dövr isə 1797-1827-ci illəri əhatə etmişdi. Bu dövr Qacarlar dövlətindən asılılıq dövrü olmuşdur. Heydər Qulu xanın hakimiyyəti dövrünə baxaq. 1747-1763-cü illəri əhatə etmişdi onun dövrü. Öz hakimiyyətini gücləndirmək və xarici hücumlardan qorunmaq üçün digər qonşu xanlıqlara müttəfiqlik siyasəti yürütmüşdü. Buna görə də Qarabağ xanı Pənahəli xanla görüşüb və hətta Şəki xanına qarşı olan ittifaqa qoşulmuşdu. Buna görə də 18-ci əsrin 50-ci illərində Qarabağ xanlığından asılı hala düşmüşdü. Heydər Qulu xanın ölümündən sonra onun varislərinin dövründə hakimiyyət uğrunda mübarizə artmışdı, xanlıq özü zəifləmişdi və Kərim xan Zənddən asılı hala düşmüşdür. Eyni zamanda Xoy, İrəvan, Qarabağ xanları, hətta Gürcü çarları belə özlərinə sərf edən adamı Naxçıvan xanı kimi görmək istəyirdilər. Bu da hakimiyyət uğrunda mübarizəni daha da qızışdırırdı. 18-ci əsrin 80-ci illərində xanlığın siyasi tarixində hakimiyyət uğrunda mübarizə dövrü kimi səciyyələnir. Gürcü çarı 2-ci İrakli bura hücum etmişdi və İrəvan xanlığından sonra buranı da tutmaq istəyirdi. Lakin Osmanlı narazılıq eləyir və buna görə 2-ci İrakli sonradan geri çəkilməli olur. Sonra 2-ci İrakli Rusiyadan Gəncə, İrəvan və Naxçıvanı istəmişdi. Kəlbəli xanın dövründə 1787-1820-ci illərdə Naxçıvan xanlığı Qacarlardan asılı hala düşmüşdür. İndi isə İrəvan xanlığı haqqında danışaq. İrəvan xanlığı 1747-1828-ci illərdə mövcud olmuşdu. Əsasını Mir Mehdi xan Əfşar qoymuşdur. Özü 1747-1752-ci illərdə hakimiyyətdə olub. 1755-ci ildə Həsən Əli xan Qacar İrəvan xanı olmuşdu və Qacarlar sülaləsi İrəvanda hakimiyyətə gəlmişdi. Bu tarixdən etibarən Avropa səyyahlarının və erməni tarixçilərinin məlumatına görə burada əvvəllər az xristian əhali var idi və ilk xristianların bu ərazilərə köçürülməsi, gəlməsi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycanın İrəvan bölgəsinə, yəni 3 kilsəyə köçürülməsi ilə bağlı olmuşdur və bu köçürülməyə qədər bölgədə ermənilər məxsus heç bir yaşayış məntəqəsi olmamışdı, torpaq sahəsi olmamışdı. Sonradan erməni katolikosluğu yerli Azərbaycanlılar torpaqlarını müxtəlif yollarla ələ keçirmişlər və öz ərazilərini genişləndirmişdilər. İrəvanın yerli əhalisi əsasən əkinçi olmuşdu, maldar olmuşdu, ticarət qovşağında yerləşmişdi bu ərazi, ticarətlə əhali məşğul olmuşdu. Burada çoxlu körpülər, kərvansaralar, bazarlar, zərbxanalar mövcud olmuşdu. Xanlıqda qara pul, yerli mis pul kəsilmişdir. Burada Səbəvi dövlətinə aid olan pullar və digər xanlıqların mövcud olan pulları, digər dövlətlərin pulları istifadə olunmuşdu. Yəni bunu həmin ərazidə tapılan dəfinələr sübut edir. 1779-cu ildə Gürcü çarı 2-ci İrakli bura hücum etmişdi və İrəvanın Şörəyəli ərazisini tutmuşdu. İrəvan xanlığı müxtəlif dövrlərdə Gürcülərdən, Qarabağ xanlığından, Xoy xanlığından asılı olmuşdu. 1783-cü ildə Gürcü çarı Rusiyanın himayəsini qəbul edir və bundan sonra Gürcülər Azərbaycana təcavüzü fəallaşmışdılar və İrəvan bu dövrdə Osmanlıya yaxınlaşmışdı bu təcavüzdən qorunmaq üçün. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın yürüşü ilə İrəvan xanlığı ondan asılı hala düşmüşdür.
Şamaxı xanlığı 1747-1820-ci illərdə mövcud olmuşdur. Burada Şamaxı xanlığı iki hissədən ibarət olmuşdur. Köhnə və Yeni Şamaxı. Köhnə Şamaxıda Sərkarlar sülaləsinə mənsub Məhəmməd Səid xan və Ağası xan qardaşları xanlıq qurmuşdular. Yeni Şamaxıda isə Hacı Məhəmməd Əli xan öz hakimiyyətini qurmuşdu. Yəni burada ilk əvvəllər iki hakimiyyətlilik mövcud olmuşdur. Daha sonra 1763-cü ildə Hacı Məhəmməd məğlub olur bu hakimiyyət uğruna mübarizədə və Məhəmməd Səid xan Yeni Şamaxını da alır, birləşdirir və iki hakimiyyətliliyə son qoyur. Daha sonra bilirik ki, biz əvvəlki dərslərimizdə danışmışdıq. Quba xanlığının tərkibində olmuşdu uzun müddət. 1789-cu ildə Fətəli xanın ölümündən sonra azad olmuşdu və 1789-1792-ci ildə Şamaxıda hakimiyyət uğrunda yenidən mübarizə illəri olmuşdu. 1792-ci illərdə hakimiyyətə Mustafa xan gəlmişdi. İndi isə keçək Gəncə xanlığına. Gəncə xanlığı 1747-1804-cü illərdə mövcud olmuşdu. Əsasını Qacar tayfasından olan Ziyadoğlular nəslindən Şahverdi xan qoymuşdu. Gürcü çarı İrakli dəfələrlə Gəncəyə yürüşlər etmişdi, bu ərazini tutmağa çalışmışdı. 1752-ci ildə Şahverdi xan Osmanlı ilə əlaqələr qurmuşdu, oraya elçi göndərmişdi. 50-ci illərdə 18-ci əsrin 50-ci illərində Gəncə Qarabağdan asılı olur. 1780-ci ildə Gəncə xanlığı Qarabağ xanlığı ilə Gürcü çayı arasında bölüşdürülmüşdü. Xanlıq iki tərəfin nümayəndələri tərəfindən idarə olunurdu və iki hakimiyyətli yaranmışdı burada da. 1783-cü ildə burada xalq üsyan edir və Cavad xan Ziyadoğlu 1786-1803-cü illərdə hakimiyyətdə olub. O Gəncə xanı seçilmişdir. Düşünürəm ki, burada Cavad xan tanımayan yoxdur. Yəni bu videonu dinləyən hər kəs Cavad xanı haqqında məlumata sahibdir. Cavad xanın qəhrəmanlığı haqqında biz Rusiya işğalı dövründə də danışacağıq. İndi keçək digər xanlığımıza. Biraz sürətli gedirəm çünki xanlıqlarımız maşallah çoxdurlar və tez bir zamanda bitirməyə çalışıram ki, imtahana da az qalıb, siz də təkrar edəsiniz özünüz üçün. Keçək Bakı xanlığına 1747-1806-cı illərdə mövcud olmuşdu. Əsasını yerli feodallardan olan Mirzə Məhəmməd xan qoymuşdu. Bakı liman şəhəri idi və dəniz ticarəti ilə məşğul olurdu. Burada neft, duz, zəfəran ixrac edilirdi. 1767-ci ildə Qubadan asılı hala düşür və Qubalı Fətəli xanın ölümündən sonra Bakı xanlığı uğrunda mübarizə başlayır. Burada Hüseynqulu xan 1792-1806-cı illərdə hakimiyyətdə olub. Rusiya himayəsini qəbul etmişdi. 1796-cı ildə Rus qoşunları Azərbaycanı tərk edəndən sonra müstəqil olmuşdu. Sonradan yenədən düşəcək Rusiyanın hakimiyyəti altına. Lənkəran xanlığı 1747-1826-cı illərdə mövcud olmuşdu. Bu xanlıq hələ Nadir Şahın dövründə daxili müstəqilliyə malik idi. 18-ci əsrin ortalarında burada Qaraxan, digər adı ilə Cəmaləddin Mirzəbəy Lənkəranı müstəqil elan etmişdi. O Səfəvi nəslindən idi. Mərkəzi Lənkəran şəhəri idi bu xanlığın. 1785-ci ildə Quba xanlığından asılılığı qəbul etmişdi. Burada əhali əkinçilik və maldarlıqla, sənətkarlıqla, ticarətlə məşğul olurdu. Qaraxandan sonra hakimiyyətə Mir Mustafa xan gəlmişdi. 1786-1814-cü illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə xanlıq daha da güclənmişdi. Yadımızda saxlayaq ki, Georgiyevsk müqaviləsində Lənkəran xanlığı, Quba xanlığı və Dağıstan feodalları Rusiyadan asılılığı qəbul etmişdilər. Daha sonraki dövrdə də Lənkəran xanlığı Rusiya himayəsindən qəbul olunmuşdu və uzun müddət öz müstəqilliyini saxlamışdı. 1826-cı ilə qədər müstəqilliyini saxlaya bilmişdi. Və Dərbənd xanlığı 1747-1806-cı illərdə mövcud olmuşdu. Dərbənd xanlığı əsasını Məhəmməd Hüseyn xan qoymuşdu. O əhalidən vergi və mükəlləfiyyətlər alarkən onları incitmişdi əhali. Buna görə də Qubalı Fətəli xana müraciət etmişdi və onu köməyə çağırmışdı. 1759-cu ildə Qubalı Fətəli xan Dərbəndə yürüş etmişdi və Dərbənd xanlığını Qubaya birləşdirmişdi. Çar Balakən cəmaatlığı 1747-1830-cu illərdə mövcud olmuşdu. Demək, bu cəmaatlıq həm də icma deməkdir ərəb dilindən və bu cəmaatlığa Car, Balakən, Tala, Katex, Muxax və Cənik cəmaatlarını birləşdirirdi özündə. Ən qədim sakinləri buranın Kimer, İskit, Sak tayfalarından olmuşdu. Həmçinin Oğuz, Qıpçaq türklərinin nəsillərindən olan Azərbaycan türkləri olublar.
Və burada onlarla yanaşı İngiloylar, Avarlar, Saxurlar da yaşamışdılar. Bir sıra Azərbaycan tarixçiləri, eyni zamanda Abbasqulu Ağa Bakıxanov və digər nüfuzlu alimlər Avarları qədim Avar türklərinin davamçıları hesab edirdilər. Yəni burada yaşayan qədim Avarların nəsillərindən idilər. Və bu cəmaatlıqda idarəçilik necə idi? Burada hər bir icmada kəndxuda və ya qazi tərəfindən idarə olunurdu. Şəriət qanunlarına, qaydalarına əsaslanırdılar. Ali orqan xalq yığıncağı idi və bütün məsələlər xalq yığıncağında həll olunurdu. Burada yaşlılarla bərabər yetkinlik yaşına çatmış kişilər də iştirak edə bilərdilər. Eyni zamanda xalq yığıncağında daxili məsələlər, həmçinin müharibə, sülh məsələləri müzakirə olunurdu və mühüm qərarlar qəbul olunurdular. Burada cəmaatlıqda ruhanilər böyük nüfuza malik idilər. Onlar məhkəmə işlərində şəriət qanunlarına əsaslanaraq hökm verirdilər. Çar Balakən cəmaatlığı Şəki xanlığı və İllisu sultanlığı ilə birləşmişdi və diyarı yadelli hücumlarına qarşı qorumuşdular. 18-ci əsrin 50-ci illərində də Şəki xanlığından asılı hala düşmüşdü. Bu Çar Balakən cəmaatlığı daha sonra 18-ci əsrin sonlarında yenə də müəyyən müstəqillik əldə etmişdi. Və keçək sultanlıqlara. Bu xəritəni dəyişdim. Bu xəritədə daha yaxşı görünür sultanlıqların yeri. Sultanlıqlarımız Azərbaycan şimal-qərb torpaqlarında Çar Balakən cəmaatlığının yanında elə Qazax, Şəmşəddil, Borçalı, biraz daha şərq tərəfdə Ərəş, Qəbələ, İllisu sultanlıqları var idi. Bunlar daha çox kiçik dövlət qurumları idilər. Borçalı sultanlığı Səfəvi dövlətinin dövründə 17-ci əsrin əvvəllərində yaranmışdı. 18-ci əsrdə də sultanlığın ərazisini Borçalı və Loru vilayətləri var idi. Səfəvilər dövründə Borçalı sultanlığı Qarabağ bəylərbəyliyinin tərkibində idi. Nadir Şah Borçalı sultanlığını 15-ci əsrdə Azərbaycan dövlətlərinin tabeçiliyindən çıxartmışdı. Kartli hakiminin idarəsinə vermişdi. Sonra 18-ci əsrin 50-ci illərində Kartli çarı Borçalını işğal eləyir. Bölgənin bütünlüklə yerli türklərdən ibarət olan əhalisi də işğala qarşı mübarizə aparmışdı, üsyanlar etmişdilər. İllisu sultanlığı hələ Səfəvilər dövründə 16-cı əsrin ikinci yarısında yaranmışdı. Əvvəllər sultan əhali tərəfindən seçilirdi, yəni İllisunun sultanı. 18-ci əsrin sonlarında isə sultan hakimiyyəti artıq irsən keçməyə başladı burada. İllisu sultanlığı Şəki xanlığı və Çar Balakən cəmaatı ilə birlikdə ölkənin şimal-qərb torpaqlarının yadelli basqınların qorunmasında mühüm rol oynamışdılar. Qazax xanlığı 18-ci əsrin ikinci yarısında mövcud sultanlıqlardan biri idi və burada Qazax tayfası yaşayırdı. Qazax tayfası Azərbaycan türk tayfası olmuşdu. Azərbaycanın şimal-qərb torpaqlarından onlar məskunlaşmışlar və 18-ci əsrin əvvəllərində onların bir hissəsi Qarabağa köçmüşdü. Daha sonra Şəmşəddil sultanlığı Şəmşəddil adı qədim Azərbaycan tayfası Zülqədərlərin bir qolu olan Şəmşəddil ilə bağlı olmuşdu və hakimləri də sultan titulu daşıyırdılar. Onların da hakimiyyətə malik idilər, irsi idi onların hakimiyyəti. Qəbələ sultanlığına baxaq. Burada Qəbələ sultanı müəyyən imtiyazlara malik idi. Bilavasitə Şəki xanlığına tabe idi. Əhali əkinçiliklə məşğul olurdu. Buğda, arpa, çəltik becərirdilər, ipəkçiliklə məşğul olurdular və Azərbaycanın bir sıra şəhərlərinə gedən ticarət yolları buradan keçirdi. Son olaraq da Ərəş sultanlığı. Ərəş sultanlığı Səfəvilər dövründə yaranmışdı. Əhali ipəkçilik, əkinçilik, maldarlıq, bağçılıqla məşğul olub. Burada bir çox ölkələrə xam ipək ixrac olunub və sultanlıq Şəki xanlığından asılı olub. 1795-ci ildə də sultanlıq ləğv edilir və mahal kimi Şəki xanlığına qatılır. İndi isə məlikliklərə baxaq. Məlikliklər Qarabağ xanlığının ərazisində yerləşmişdilər. Bunlar əhalisi xristianlığı qəbul etmiş albanlardan ibarət idi. Xaçın, Vərəndə, Dizaq, Gülüstan və Çiləbörd məliklikləri var idi. Məlikliklər Qarabağ xanından asılı idilər. Lakin Pənahəli xanı gücləndikcə onların separatçılıq meyilləri də artmışdı. Mənbələrin verdiyi məlumata görə buranın əhalisi, yəni məlikliklərin əhalisi məişəcə Qarabağdan deyildilər. Onlar buraya Azərbaycan başqa yerlərindən köçüb gəlmişlər və Qarabağın 5 mahalının adı ilə belə adlanmışdılar. Yalnız Xaçın mahalının əhalisi yerli xristian albanlardan ibarət idi. Digər məliklər Qarabağa gəlmə idilər. Məsələn, Dizaq məliki Qarabağa Lorudan qaçıb gəlmişdi. Nadir Şah Dizaqda ona məliklik vermişdi və Vərəndə məliyi Şahnəzər Göyçədən, Çiləbörd məliyi Allahqulu Maqavizdən gəlmişdi.
Digər tərəfdən Talış Məliki Usub isə Şirvandan qaçmışdı və Qarabağda özünə sığınacaq tapmışdı və Nadir Şaha itaət etdiyinə görə burada müvafiq ərazilər Məlik təyin edilmişdi. Onlar Qarabağda heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Çünki bölgədə sosial dayağa malik olmayan, daim bir-birlə didişən mahal başçıları idilər. Məlikliklər səlahiyyətlərin məhdudlaşdırılmasından qorxurdular. Buna görə də Qarabağda mərkəzləşdirilmiş hakimiyyətin yaranmasını istəmirdilər. Xarici qüvvələrlə gizli əlaqələr saxlayırdılar. Məlikliklərin separatçılıq meyllərinin güclənməsi mərkəzləşdirmə işlərinə mane olurdu və xanlığın daxili vəziyyətinin mürəkkəbləşməsinə səbəb olurdu. Buna görə də onların müqavimətini qırmaq üçün görülən bir sıra tədbirlər xanlığın müstəqilliyi möhkəmləndirilməsi demək idi.